Doktor, bəzən belə də düşünür analar, deyir ki, özündə allergiya varsa, yaxud yaxın qohumların uşaqlarında artıq allergiya varsa, uşaq dünyaya gələndə ana deyir ki, hər şeydən yeyirəm, qoy uşağım bədəni alışsın. Hətta bəzən həkimlər belə tövsiyə etmirlər, pediatrlar ki, məsəl üçün bu qidanı yemə uşaqda köp yaranır falan, deyir yox, qoy əlimə gələn hər şeyi yeyim ki, uşağım alışsın lap belə ilk gündən bu qidalara, allergiyası olmasın. Doğru yanaşmadırmı doktor? Təbii ki, doğru yanaşma deyil. Çünki allergiyanın ortaya çıxmasının bir faktoru da erkən ek qidaya keçmədir. Yəni əlavə qidanın 6 aydan öncə başlamasıdır. Valideynlər düşünürlər ki, ana sütü yoxdur, əlavə qida yeyir, uşaq simes yeyir və simesi də 4-5 ayına qədər gətirin, süni uşaq yeməkləri. 4-5 ayından sonra artıq bir an öncə normal süfrə yeməklərinə keçirək. Amma erkən zaman, yəni 6-7 aydan öncə süfrə yeməklərinə başlaması da Dünya Sağlıq Örgütündə göstərilib allergiyanın çıxmasına səbəb olur. Bir. İkincisi, hər şeydən yeyim məsələsi də bu keçmişdə qaldı. Çünki artıq qidalarımızın bozulduğunu hər kəs bilir. Yapılan çalışmalar da artıq bioloji bizə ehtiyac olan funksiyalarımızın düzgün çalışması üçün qidalardakı lazımı olan maddələrin çatışmazlığı deyib artıq araşdırmalar var. Tədqiqat universitetlərində son 20 ildə %60-70% azalma var. Məhz ona görə də, məsələn, qidalarımızda maqnezium çatışmazlığı insanlarda təzyiqin, erkən yaşlarda təzyiqin olmasına səbəb olur. Karbohidratların, yəni qidalarda şəkərin artmağı, GDO ürünlərinin artmağı erkən uşaq yaşlarında şəkərli diabet, insulin dirənci və gözlərdə qlaukoma olmasını, artmasını göstərir. Ona görə də yəni bütün qidaları yesin, uşaq sağlam olsun düşüncəsi artıq keçmişdə qaldı.